3, 6, 8, 12, 16, 25, 30, 36 ədədləri içərisindən 36-nın bölənlərini tapalım. 7-ci tapşırıq. 36-nın hansıdır bölənləri? Baxırıq. 3-ə bölünür, 6-ya bölünür, 12-yə bölünür. Sonra bir də 36-ya bölünür. Keçirik 96-nın bölənlərinə. 96-nın bölənləri 3-ə bölünür, 6-ya bölünür, 12-yə bölünür, 8-ə bölünür, 16-ya bölünür. Digərləri yox. 48-ə baxırıq. 48-in bölənlərinə. 48-in bölənləri burada 4 ilə 8-i toplasaq 12-dir. Demək 3-ə bölünür. 3-ə bölünür. 3-ə bölünmə qaydasına görə. 48-i 6-ya bölmək olar. 8-ə də bölmək olur. 48-i 12-yə bölmək olur. Başqa varmı? 16-ya da bölmək olur. 3-ə bölündə 16 eləyir. 6-ya, 8-ə. Aha, все. Keçirik 90-ın bölənlərinə. 90-ın bölənləri baxırıq. 3-ə bölünür, 6-ya bölünür, 8-ə xeyir bölünmür, 12-yə bölünmür, 16-ya bölünmür, 16-ya bölünmür. Bunların içində heç biri bölünmür. 90 30-a bölünür. Aha, 30-a bölündü. Keçdik 7-ci tapşırığa. 7-ci tapşırıqda deyir ki, 7-ni elədik. Keçirik 8-ci tapşırığa. Deyir ki, 68 ədədin bütün bölənlərinin cəmini tapın. Gəlin 68-in bütün bölənlərinə baxırıq. 68-in hansı bölənləri var? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünmür, 4-ə bölünməlidir. Baxaq. 4-ə bölünəndə 17 eləməlidir. 17. Sonra 4-ə 5-ə bölünmür, 6-ya bölünmür, 7-yə bölünmür, 8-ə bölünmür, 9-a bölünmür. Bu şəkildə araşdıra bilərsiniz. 2-yə bölünəndə, 2-yə bölünəndə necə elədi? 34. Digəri 1-ə bölünəndə 68. Demək, 68-in bölənləri 1, 2, 4, 17, 34, 68. Belə araşdıra bilərsiniz. 4 ilə 17-dir, 2 ilə 34-dür, 1 ilə də 68-dir. Göy qurşağını yaratdıq. İndi deyir, bu ədədlərin cəmini tapın. 1 topla 2, üstə gəl 4, üstə gəl 17, üstə gəl 34, üstə gəl 68. 1 ilə 2, 3, 3-ün üstünə 4, 7, 7-nin üstünə 17 gələndə 24, 24-ün üstünə 34 gələndə 58, 58-in üstünə də 68 gələndə 126 eləməlidir. Aha, 126. Keçirəm 9-cu tapşırığa. 225 ədədinin bölənlərinin birinin 3 olduğu məlumdur. Bəli, məlumdur. Onun digər bölənlərini yazaq. 225-in hansı bölənləri var? Onu araşdıraq. 1-ə bölünür uşaqlar. 2-yə bölünmür. 3-ə bölünür. Özü dedi bayaqlarım. Deyir, biri 3-dür. Aha, 5-ə bölünür. Sonra 7-yə bölünmür. 8-ə bölünmür. 9-a. Cəmi, çünki bunların cəmi nədir? 9-dur. Demək, 9-a bölünür uşaqlar. Sonra başqa 15 ilə 15 də 225 eləyir. Demək, 15-i götürürəm. 3-ə bölünəndə uşaqlar neçə eləyir?
7 dəfə 75 eləməlidir. Aha, 75. 5-ə bölünəndə 40, 45. Digəri baxırıq. 9-a bölünəndə 2 dəfə 18, 45. 9-a bölündə 25. Aha, 9-a böləndə 15-ə böləndə 15 eləyir. 1-ə böləndə də 225. Diqqətindən yayınan varsa, siz özünüz araşdırın. Bir ədədin bölənlərinin biri və həmin ədədin özünü nəzərə almasa, qalan bölənləri bir ədədin bölənlərindən biri və həmin ədədin özünü nəzərə almasa, qalan bölənlərin bu ədədlərdə hansı ədəddir? Baxaq. Baxın. 1-i nəzərə almayıb. 2, 3 idi, 4-dür, 6-dır, 9-dur, 12-dir və 18-dir. Baxırıq, bu ədədimiz hansı ədəddən söhbət gedir, baxırıq. 2 ilə 18, 12 ilə 3, 4 ilə 9, 6 ilə 6-dır. Demək, bu hansı ədəddir? 36 ədədiymiş. Demək, bu hansı ədədiymiş? 36. 2 ilə 18, yəni 36. 3 ilə 12, yenə 36. 4 ilə 9, yenə 36. Ancaq bu 6-dır, bir dənə də. Yəni, bunu bir dəfə yazıb da, 6-nı bir dəfə yazıb. Digər 6-sı da var ki, onun yenə bunun hasili, yəni eyni ədəddir də. Eyni ədəd olduğuna digər o 6-nı yazılmayıb. Ona görə bu hansı ədəddir? Demək, 36-dır.